Bu gün haqqında danışacağımız mövzu qrammatikanın ikinci addımı olan, qrammatikada keçirilən ikinci mövzu olan sifət mövzusu olacaqdır. Yoldaşlar, biz sizinlə əşya anlayışını keçdik, əşya anlayışına toxunduq, əşyanın nə olduğunu qeyd etdik dedik ki, əşyalar dilimizdə isim olaraq öyrənilir. İsimlər də əşyanın adını bildirir, kim, nə, hara suallarından birinə cavab verir. Artıq bundan sonra isə biz əşya ilə bağlı olan nitq hissələrini keçəcəyik. Əşyanı keçdik, isim idi. Əşya ilə bağlı olan nitq hissəsi o deməkdir, yəni özündən sonra əşya gəlir və yaxud da əşyaya tabe olan sözlərdir. Bu gün haqqında danışacağımız hissə qrammatikanın sifət mövzusu olacaqdır. Sifət ümumi qrammatik mənasına görə əşyanın əlamətini və keyfiyyətini bildirir. Əlamət və keyfiyyət. Deyə bilərsiniz ki, müəllim, əlamət və keyfiyyət anlayışlarını mən necə müqayisə edeyim? Mən necə tapım ki, əlamət nədir, keyfiyyət nədir? Yadda saxlayın, yoldaşlar. Əlamət, bəzən şagirdlər əlamət və keyfiyyət anlayışlarını izah edərkən deyir ki, əlamət müəllim gözlə gördüklərimizdir, keyfiyyət isə gözlə görmədiklərimiz. Bu qayda, bu yanaşma doğrudur, hardasa doğrudur. Amma bu qaydanı tam şəkildə doğru qeyd etməyimiz üçün indi deyəcəyim qaydalara diqqətlə nəzər salmalıyıq. Əlamətlər gözlə görə bildiyimiz və necə, nə cür və hansı sualına cavab verən sözlərdir. Keyfiyyətlər isə gözlə görmədiklərimiz və necə, nə cür, hansı sualına cavab verən sözlərdir. Deyə bilərsiniz ki, ay müəllim, bəs elə gözlə görüləndir, gözlə görülməyəndir. Bu formada eləyək də, yadınızda qalsın. Xeyr, bu formada əgər desək, biz gözlə görə bilirik, gözlə görə bilmirik, əllə toxuna bilirik, əllə toxuna bilmirik. Bu anlayışları biz isimdə, konkret və mücərrədlərdə keçmişik. Yəni, bu qaydanı bu formada desək, birinci versiyada kimi desək, o avtomatik olaraq, belə deyim, ismin qaydası hesab olunacaq. Amma indi dediyim formada desək, artıq birbaşa sifətin qaydası çıxır ortalığa. Çünki necə, nə cür, hansı sualına cavab verən, gözlə görülənlər sifətlərdir, əlamət bildirən sifətlərdir. Necə, nə cür, hansı sualına cavab verən, amma gözlə görülməyənlər isə keyfiyyət bildirən sifətlərdir. İndi gəlin bunu nümunə çəkək. Deyirəm ki, gözəl bina. Gözəl bina. Binanı gözlə görə bilirəmmi? Bəli, binanı gözlə görə bilirəm. Binanı gözlə görə bilirəmsə, onun gözəlliyini və yaxud da onun çirkinliyini də mən gözlə görə bilərəm. Yəni, gözümlə gördüyüm şeyə deyirəm ki, bu gözəldir və yaxud da çirkindir. Gözümlə görmədiyim şeyə necə gözəl, çirkin deyə bilirəm. Və eyni zamanda necə gözəl, nə cür gözəl, bu sualların gözəl bina, necə bina, nə cür bina, hansı bina? Bu üç sualın üçünə də cavab verir və gözlə görülür. Deməli, əlamətdir. Amma mən desəm ki, çalışqan şagird Mən desəm çalışqan şagird, artıq biz bunu görməyəcəyik. Deyə bilərsiniz ki, ay müəllim, axı mən görürəm də. Məsələn, Əli çalışqan şagirddir, mən onu görürəm də. Niyə? Siz ona əlamət deyildi, keyfiyyət kimi yanaşdınız. Çünki uşaqlar, bizim gördüyümüz Əlidir. Biz sadəcə əlini görürük, onun bədənini görürük. Biz onun çalışqan olub-olmadığını, ağıllı olub-olmadığını görə bilmərik. Məsələn, bunu belə başa salım sizə. Təsəvvür eləyin ki, bir müəllimsiniz və bir məktəbə qəbul olubsuz, orada işləməyə başlayacaqsınız. Giribsiniz 5-ci sinifə və 5-ci sinifdən bir uşaq gəlir lövhədə dərsini danışır. Biz ona görə deyə bilmərik bu uşaq çalışqandır, yoxsa çalışqan deyil. Bəlkə o uşaq 2 gündən sonra, 3 gündən sonra daha dərslərini oxumayacaq. Bəlkə o uşaq ümumiyyətlə oxumayan uşaqdır. İldə, ayda bir dəfə lövhəyə çıxıb dərs danışan uşaqdır. Yəni, biz ona çalışqan deyə bilmərik. Bizim gördüyümüz
Sadəcə şagirdin özüdür. Hisslər, duyğular, davranışlar bunlar hesab olunur keyfiyyətlər. Yadınızdan çıxartmayın. Deyə bilərsiniz ki, müəllim, axı biz bayaqlar dediniz ki, o qayda gözlə görülə bilər qaydası isimə aiddir, konkret və mücərrəd isimlərə aiddir. Bəs sifət konkret və mücərrəd ola bilməz? Xeyr. Sifət konkret və mücərrəd ola bilməz. Sifət məcazi ola bilər. Aydın oldu. Həqiqi və məcazi ola bilər. Yəni leksikologiya keçmişdi ya, yadınızdadırsa əgər. Leksikologiyada dedik ki, sözlər həqiqi və məcazi ola bilər. Əgər bir söz məcazi mənada işlənirsə, o çox mənalı sözdür. Yadda saxlayın yoldaşlar. Məcaziliklə mücərrədlik eyni anlayış deyil. Və yaxud da konkretliklə həqiqilik eyni anlayış deyil. Nisbi anlayışdır. Yəni bir-birinə yaxın ola biləcək anlayışlardır, amma eyni anlayış adlandırmaq olmaz. Məsələn, gözəl bina bayaqlar dedik əlamətdir. Biz onu gözlə görürük. Amma gözəl fikir bu artıq məcazi olacaq. Mücərrəd olmayacaq ha. Mücərrəd isimlərə aiddir. Məcazi olacaq. Yadınızdan çıxartmayın. Məsələn, desələr ki, gözəl fikir yazırlar. Yazacağam buradan gözəl fikir. Gözəlin altından xətt çəkəcək. Deyir ki, verilmiş söz mücərrəd mənada işlənmişdir. Bu fikir yanlışdır. Çünki mücərrədlik isimə aiddir. Necə götürəcəksiniz? Məcazi mənada işlənmişdir. B variantı məcazi mənada işlənmişdir. Məcazi. Bu fikir doğrudur artıq. Yadınızdan çıxartmayın. Bundan başqa, biz isimin son bölməsində, yəqin ki, hər biriniz baxıbsınız. İsimin son bölməsində bəzi iki hecalı isim, daha doğrusu isimlərin atributivləşməsini, yəni sifətləşməsini keçmişdik. Sifət dedik ki, birləşmə daxilində məsələn qızıl sözüdür. Qızıl nə sualına cavab verir? Üzük. Bu da nə sualına cavab verir? Hər iki söz ayrı-ayrılıqda nə sualına cavab verir? Amma bunlardan birləşmə yaradanda necə sualı çıxır? Qızıl üzük, necə üzük? Amma necə sualı çıxsa da biz bu sözü sifət kimi götürə bilmərik. Çünki biz keçən dəfə də dedik, cümlə daxilində və yaxud da söz birləşməsi daxilində verilən sözlərin nitq hissələrini müəyyənləşdirəndə onlara ayrı-ayrı baxırıq. Mən qızıl üzük ifadəsində bütöv sual verdiyimə görə deyə bilmərəm ki, bunlar sifətdir. Çünki onların nitq hissəsini müəyyənləşdirəndə mən ayrı-ayrı baxıram. Üzüyə ayrı baxıram, nə üzük, isimdir. Qızıla ayrı baxıram, nə qızıl, isimdir. Mən bunlara sifət deyə bilmərəm. Amma qızılı sözü sifət ola bilər. Demirəm, amma baxın, diqqətlə qulaq asın. Demirəm, amma sifətdir. Deyirəm, sifət ola bilər. Qızılı sözü bu formada təhlil oluna bilər. Qızıl sözün kökü bir mənada leksik kimi düşünülə bilər. Bir də var ki, qızılı sözü. Bir də var ki, bunu digər mənada qızıl sözün kökü qrammatikdir. Deməyin ki, müəllim deyib ki, harda qızılı sözünü gördünüz, o saat onu sifət götürün. Xeyr. Əgər mən desəm ki, qızılı baha aldım, qızılı baha qiymətə aldım. Qızılı baha qiymətə aldım. Baxın, burada qızılı sözü nəyi sualına cavab verəcək və avtomatik olaraq nəyi sözü də ismin sualı olduğuna görə biz bu sözə isim kimi yanaşacağıq və ona bir hal olduğunu deyəcəyik. Yəni onun bir hal olduğunu qəbul edəcəyik. Qızılı baha qiymətə aldım. Nəyi sualına cavab verəndə hal nə hesab olunur? Təsirlik hal hesab olunur. Deməli, bu cümlədə, yəni ikinci cümlədə qızılı baha aldım cümləsində qızılı sözü nəyi sualına cavab verdiyinə görə və şəkilçi də işləndiyinə görə müəyyən təsirlik halda işlənmiş söz hesab olunur. Çünki sifət deməli hallana bilər, söz yox. Amma bu cümlədə sifət rəng bildirmir. Biz qızılı sözünə o zaman sifət deyə bilərik ki, rahat şəkildə.
həmin qızılı sözü rəng bildirsin. Aydın oldu. Məsələn, deyirəm ki, yadda saxlayın, qızılı sözü rəng mənasında olsa, artıq oradakı I şəkilçisi leksik olacaq. Yox əgər qızılı sözünə nəyi sualını verirəmsə və o rəng bildirmirsə, o yenə də bir material bildirirsə, belə deyim də, dəyərli bir əşya, yəni qızıl əşyasının adını bildirirsə, onda artıq oradakı mənada işləyəndə I qrammatik olacaq. Aydın oldu? Amma məsələn rəng mənasında işləyəndə deyəcək ki, leksikdir. Məsələn, qızılı rəng çanta aldım. Bu sözlərin nitq hissələrini müəyyənləşdirək. Nitq hissəsini müəyyənləşdirəndə mənə deyin görüm. Biz onlara cümlənin içində baxırdıq, yoxsa ayrı-ayrı baxırdıq? Bunu deyin. Ayrı. Bəli, ayrı şəkildə baxılacaq. Söz yox, burada lazım deyil bizə. Amma o dəmirdir, torpaqdır, ondan sonra bəzi ixtisas adlarıdır, ondan sonra qızıldır, gümüşdür, dəridir. Bu tipli sözlər cümlədə varsa, həmin sözlərin cümlə daxilində sual verib nitq hissəsini müəyyənləşdirməyin. Ayrılıqda sual verin. Aldım, nə etdim? Feildir. Çanta nə isimdir? Baxın, ayrı-ayrı sual verirəm. Rəng nə rəng isimdir? Qızılı rəng. Necə? Artıq burada görürsüz, qızılı sözü nə bildirir? Rəngin növünü bildirir. Deməli, rəng adı bildirir. Necə sualına cavab verəcək və rəng bildirən sifət kimi götürüləcək və buradakı I şəkilçisi də təsirlik halın yox, sifət isimdən sifət düzəldən şəkilçi kimi götürüləcək. Deməli, biz burada nəyi müəyyənləşdirdik? I şəkilçisi nə imiş? Amonim şəkilçi imiş. Deyilişi, yazılışı eyni, mənaları müxtəlif olan deməli sözlər şəkilçi imiş. Məsələn, ya bunu yazaq buradan. Deyirəm ki, I şəkilçisi, I üstü 4 şəkilçisi amonimdir. Deyilişi və yazılışı eyni, mənaları isə müxtəlif olan sözlərdir. I şəkilçisi 1 leksik şəkilçi ola bilər. 1 onun kitabı, üçüncü şəxsin mənsubiyyəti ola bilər. Bir də təsirlik halın şəkilçisi ola bilər. Aydın oldu. 3 müxtəlif, bir dənə bu şəkilçi 3 müxtəlif işi icra edir. Deməli, bu artıq amonimdir. Aydın oldu. Qızılı sözündə, gümüşü sözündə, baxın, gümüşü sözü, ondan sonra qızılı sözü, qızılı, gümüşü, bənövşəyi sözündə, bu sözlərdə işlənən I, I, U, Ü şəkilçisi leksik şəkilçidir. Çünki rəng yaradıb. Buradakı Y-da bitişdirici samitdir. Bu bənövşə sözü sahitlə bitdiyinə görə, şəkilçi də sahitlə başladığına görə, deməli, iki dənə sahitin arasında işlənən bu Y ki var, bu hesab olunacaq bitişdirici samit. Nəysə, biz orada bitişdirici samiti şəkilçi kimi görmürük. Şəkilçimiz budur, budur, bir də budur. Müxtəlif funksiyaların yerini, məsələn, kitabı aldım da, kitabı sözü nəyi aldım? Deməli, oldu nə? Təsirlik hal. Daha doğrusu, gəlin bunları rahat fərqləndirək. Qarma-qarışıq yazdım nəsə. Aha, baxın uşaqlar. I şəkilçisinin qarşısına əgər öz artıra bilirəmsə, onun artıra bilirəmsə, deməli, o mənsubiyyətdir. Əgər I şəkilçisinə mən öz artıra bilmirəmsə, I şəkilçisinə onun artıra bilmirəmsə, deməli, o təsirlik haldır.
I şəkilçisi ilə olan sözə mən necə sualını verirəmsə, necə, nə cür, hansı sualını verirəmsə, deməli o sifət düzəldən şəkildir. Bu qədər bəsit. Məsələn, nümunə yazaq. Gümüşü çanta. Daha doğrusu gümüşü üzük. Bir var gümüş üzük. Bir də var ki, gümüşü üzük. Bunlar eyni anlayışlar deyil, diqqətli olmalısınız. Gümüş sözü görürsünüz ki, burada üzüyün materialını göstərir. Materialını göstərir ki, bu gümüş üzüydür. Material bildirən sözlər də isim hesabı olunur. Ayrılıqda sual verək. Gümüş nə? Üzük nə? İsimdir deməli. Amma gümüşü üzükdə üzüyün rəngini bildirir ki, bu gümüşü rəngdə olan üzükdür. Rəng bildirirsə deməli leksikdir və sifət hesab olunur. Gümüşü üzük. Necə üzük? Yadınızdan çıxartmayın baxın. Müəllim, sözünüzü də kəsirəm. Dəmir qapı da isim Bəli, sayılır. bəli, Dəmir tamamilə qapı. doğrudur. Məsələn, deyirəm ki, dəmir qapı bərk səs çıxardırdı. Belə bir cümlə yazıram indi buna. Bunu silək buranı. Cümləni yazıram bura. Dəmir qapı bərk səs çıxarırdı. Baxın, burada bərk sözü nə çıxarırdı? Səs çıxardırdı. Bərk, qapı və dəmir. Hər birini cümlə daxilində deyil. Nitq hissəsini müəyyənləşdirəndə cümlədəki sözləri çıxardacaqsınız, onlara ayrı-ayrı sual. Bərk, necə bərk? Qapı, nə qapı? Dəmir, nə dəmir? Baxın, nəyi bildirir? Dəmir qapının materialını bildirir də, düz deyil. Material bildirən sözlər hesab olunur isimlər. Yadınızdan çıxartmayın, yazıram bura. Material bildirən sözlər bərabərdir isim. Məsələn, dəri çanta, çantanın materialını bildirir, isimdir. Torpaq, nə bilim, ev, evin materialını bildirir. Bu daşdan deyil. Bu daş materialından deyil. Bu torpaq materialındandır. Ondan sonra kərpic, nə bilim, ev, kərpic dam. Bu damın hansı materialdan düzəldildiyini bildirir. Material bildirir yəni. Sonra ipək şal, şalın materialını bildirir, isimdir. Yun paltar, paltarın materialını bildirir, isimdir. Diqqətli olun. Burada necə sualı çıxsa da, bunlar sifət hesab olunmur, əsla. Və bunlar həmişə testlərdə sifət kimi təqdim olunur. Onlar sifət deyil. Onlar sifətləşmiş, yəni atributivləşmiş isimlərdir. Baxın, nə deyirəm? Sifətləşmiş isimlər. Deməli, onların isim olduğu danılmır. İsim mövqeyində olurlar yenə. Sadəcə, belə deyək də, aldadıcı funksiyanı yerinə yetirirlər ki, biz də aldanmamalıyıq. Amma müəllim, təhlildə onu təyin kimi götürülür. Bəli, təhlildə təyin kimi götürülməlidir, mütləq. Məsələn, taxta bina, dəmir qapı. bəli, taxta bina evə yaraşırdı. Yaraşırdı. Nəyə yaraşırdı? Evə yaraşırdı. Nə qapı? Hansı qapı? Taxta qapı. Aydın oldu. Baxın, sözün nitq hissəsinə görə təhlili başqadır, sözün cümlə üzvlərinə görə təhlili başqadır. Əgər biz cümlə üzvlərinə görə təhlil ediriksə, orada onsuz da nitq hissəsindən danışmırıq ki, cümlə üzvündən danışırıq da, çox rahatlıqla təyin ola bilərlər. Amma onların nitq hissəsini soruşsaq, desək ki, məsələn, burada təyinin ifadə vasitəsi, yəni hansı sualına cavab verən sözün ifadə vasitəsi nədir? A variantı yazacaq, məsələn, sifət.
B variantı yazacaq isim. Təyinin ifadə vasitəsi taxta qapı evə yaraşırdı. Necə qapı? Taxta qapı. Taxtaya ayrılıqda sual verək. Nə taxta? Qapının materialını bildirir. Deməli, ifadə vasitəsi isimdir. Taxta deyə bir sifət yoxdur. Anladınız? Bəli. Əla. Gülbahar, niyə qoşulmursan dərsə? Dərsliyəm də mən. Gec qoşuldum. Yadımdan çıxmışdı. Yadımdan çıxmış. Oyun güclü olub deyəsən. Biraz. Gördüm şəkillərdən. Yaxşı. Baxın, hər nitq hissəsində özünəməxsus xüsusiyyətlər var. Hansı ki, onu digər nitq hissələrindən fərqləndirir. Məsələn, biz bunu isimdə keçdik. İsimdə bəzi qaydalar keçdik ki, digər nitq hissələrində bunlar yoxdur. Məsələn, öyrənilmir. Məsələn, konkret və mücərrəd olmağı, bu ancaq ismin xüsusiyyətidir. Sonra ümumi və xüsusi olmağı, ancaq isim ümumi və xüsusi ola bilər. Aydın oldu, yadınızdan çıxartmayın. Bundan sonraki bütün nitq hissələrini keçəndə hər birində özünə məxsus xüsusiyyət anlayışına toxunacağıq. Sifətdə bu idi. Daha doğrusu isimdə bu idi. Sifətdə isə dərəcə əlaməti. Sifətlərin özünə məxsus xüsusiyyəti dərəcələnməsinin olmağıdır. Sifətlərin 3 dərəcəsi var. Adi dərəcə, azaltma dərəcə və çoxaltma dərəcəsi. Adi dərəcə, azaltma dərəcə, çoxaltma dərəcə. Adi dərəcənin yoldaşlar heç bir xüsusi morfoloji heç bir göstəricisi yoxdur. Heç bir şəkilçisi yoxdur. Aydın oldu. Sadəcə deyə bilərsiniz ki, ay müəllim, onda adi dərəcədə olan sifətlər ancaq sadə formada təqdim olunur da, hə? Xeyr. Niyə mürəkkəb də ola bilər? Məsələn, xoşbəxt. Xoşbəxt sözü. Xoşbəxt. Quruluşuna görə necədir? Xoş bir sözdür, bəxt də bir sözdür. Və yaxud da bədbəxt sözü. Bəd bir sözdür, bəxt bir sözdür. İki sözün birləşməsindən yaranır. Deməli, bu adi dərəcədir. Adi dərəcədə olan sözlər quruluşuna görə deməli, sadə də ola bilər, düzəltmə də ola bilər, mürəkkəb də ola bilər. Məsələn, düzəltmə deyirəm ki, maraqlı. Deyə bilərsiniz ki, ay müəllim, axı adi dərəcədə şəkilçi olmurdu axı. Burada axı sözün kökü maraqdır, l da şəkilçidir. Belə necə ola bilər? Niyə? Mən demədim ki, adi dərəcədə olan sözlər heç bir şəkilçi ilə işləmir, işlənir. Sadəcə özünün şəkilçisi yoxdur. Adlı halda demişdik, doğma şəkilçisi yoxdur bunun. Biz deyə bilmərik ki, sözə bu şəkilçini artıranda sözün dərəcəsi adi olur. Belə bir şey yoxdur. Ona görə deyirik, adi dərəcədə olan sifətlər sadə də ola bilər. Məsələn, yaşıl adi dərəcədədir. Sözün kökü yaşıldır. Düzəltmədə ola bilər, maraqlı. Sözün kökü maraq, l-da leksik şəkilçi. Mürəkkəb də ola bilər, xoşbəxt, bədbəxt və s. Yadınızdan çıxartmayın. Gəldik azaltma dərəcəsi. Azaltma dərəcəsinin iki yaranma üsulu var, yoldaşlar. Bir, morfoloji üsulla yaranır. Morfoloji üsulla yarananlar, bir də sintaktik üsulla yarananlar. Morfoloji üsulla yarananlar və sintaktik üsulla yarananlar. Morfoloji üsul ümumiyyətlə biz söz yaradıcılığında sizlə keçmişdik. Şəkilçi üsuludur. Azaltmanı yaratmaq üçün hansı şəkilçilər var? Imtıl, mıtıl, ımtıraq, rak, yalnız, şın. Bunlar azaltma dərəcəsinin morfoloji üsulla yaradıcılarıdır. Yəni, şəkilçiləridir. Morfoloji üsul şəkilçi deməkdir. Sintaktik üsul isə söz artıraq, bir sözə başqa bir söz artıraraq onu azaldırıq. Sintaktik üsulla azaltmanın göstəriciləri təhər, kəm, ala, açıq və az sözləridir. Yadda saxlayın, yoldaşlar. Bunların içərisində təhərlə kəm
bitişik. Təhərlə kəm bitişik. Alı ilə açıq defislə. Az isə ayrı yazılır sözdən. Şagirdlərin ən çox çətinlik çəkdiyi, deməyək, onlar şagirdlər ümumiyyətlə dərəcə mövzusunu türklər demiş, çox hafifə alırlar. Amma yadda saxlayın ki, dərəcə mövzusu o incəlikləri olan mövzudur. Məsələn, baxın, deyirəm ki, buradan yazıram açıq rəng, buradan da yazıram açıq qırmızı. Sualın da şərtində deyirəm, durğu işarələri buraxılmışdır. Axı biz bilirik, açıqla yazılanda defis işarəsi qoyulmalıdır. Deyirəm, durğu işarəsini buraxmışam burada. Yoldaşlar, deyirəm ki, burada hər iki ifadə azaltma dərəcəsindədir, yoxsa necə? Bunun mənə izahını kim verər deyə sual verəndə. Açıq qırmızı azaltma dərəcəsindədir. Ay, sağ ol. Fatimə, sənsən? Bəli, müəllim. Əla. Defisinə yazılır. Bəli. Nəyə görə? Nəyə görə birincinin azaltma Qapı dərəcəsində? isimdə ona görə. Bəli. Qırmızı. Afərin, super. Qırmızı sözü sifətdir. Və biz dərəcəni də harda öyrənmişik? Sifətdə Yəni öyrənmişik. burada az omonim hesab olunur da, yoxsa? Az, bəli, burada amonimdir. Bura baxın, açıq qırmızıda qırmızı sifət olduğu üçün burada açıq sözü dərəcə yaradıb artıq. Açıq qırmızı artıq dərəcə əlamətidir. Amma açıq rəngdə rəng ifadəsi isimdir. İsim olduğu üçün isim də dərəcəyə görə dəyişə bilməz. Axı dərəcə əlamətləri sifətin qarşısında gələndə dərəcə əlaməti kimi götürülür. Əgər sifətin qarşısında gəlməsə, nə bilim, ismin və digər nitq hissələrinin qarşısında gəlsə, o artıq dərəcə əlaməti götürülməyəcək. Bəs deyə bilərsiniz ki, ay müəllim, dərəcə əlaməti götürülmürsə, açıq rəng, necə rəng? Axı burada necə sualı çıxır axı? Mən bunu hansı nitq hissəsi götürəcəm? Yenə də sifət olaraq götürəcəksiniz, ha? Yenə də sifət olaraq götürəcəksiniz. Sadəcə azaltma dərəcəsi götürməyəcəksiniz. Oradakı Adi açıq dərəcə. sözünü, bəli, azaltma dərəcəsinin əlaməti kimi götürməyəcəksiniz. Çünki o halda burada açıq sözü azaltma dərəcəsinin əlaməti olar ki, sifətin qarşısında gəlsə. Burada rəng isminin qarşısına gəlib baxın. Eyni nümunəni biz buna da əlavə edə bilərik. Məsələn, deyirəm ki, baxın, çoxaltma dərəcəsi yazıram. Bombuz. Şagird deyir ki, ay müəllim, qıpqırmızı, buradan da yazıram. Yaxud da bir deyək. Müəllim, bomboz isim deyil. Ay, sağ ol, bəli. Bomboz. Buradan yazdım bombuz, buradan yazdım bomboz. Şagird deyir ki, hər ikisi dərəcədir. Deyirəm, nəyə görə? Deyir ki, müəllim, axı M+-sı ilə yaranıb da. Çoxaltma dərəcəsi də məsələn göy, gömgöy, yaşıl, yamyaşıl, sarı, sapsarı. Bunlar axı deyir çoxaltma dərəcəsi. Deyirəm, hə, düz deyirsən, çoxaltma dərəcəsidir. Amma dərəcə əlaməti nəyə aiddir? Deyir, müəllim, bundan sadə sual var, sifətə aiddir. Deyirəm, ay sağ ol. Buz hansı nitq hissəsi? Deyir, nə, buz isimdir. Deyirəm, ay sağ ol, onu da düz deyirsən. Bəs isimdirsə, bombuz ifadəsinə sən nəyə görə çoxaltma dərəcəsində sifət deyirsən? Deyir, ay müəllim, başa düşdüm, hə, indi. Bombuz deyə bilərsiniz ki, ay müəllim, axı burada buz isimdirsə, bu hansı nitqdir? Yenə bombuz sözü də sifət isim olacaq. Xeyr, bombuz sözü artıq necə sualı çıxdığına görə buradan, sifət götürəcəyik. Sifət götürüldüyü üçün Amma də dərəcə mütləq olmalı dərəcə deyil. olmalıdır. Yəni istənilən sifətə biz dərəcə deməliyik. Əgər bu azaltma və yaxud da çoxaltma kimi götürülmürsə, buradakı əlamət azaltmaya və çoxaltmaya aid deyilsə, deməli bir qayda olaraq adi götürüləcək. Açıq rəng də adi götürüləcək, bombuz da adi götürüləcək. Amma bomboz çoxaltmadır. Çünki boz rəngin adıdır artıq. Başa düşdünüz? Bəs dumaq nədir? Dumaq. O artıq çoxaltmadır. Dümağ çoxaltmadır. Ağ çünki rəngdir. Sifətdir artıq o. Rəngin növüdür. Rəng sözü özü isimdir.
Amma rəngin növləri ki var, sarı, ağ, qara, qırmızı, bunlar artıq sifətlər hesab olunur və onların qabağında gələn istənilən dərəcə əlaməti artıq dərəcə kimi götürüləcək. Başa düşdünüz? Bəli. Hı. Bəli, müəllim. Sonra Bəli. burada bir şey də var. Deyirəm ki, məsələn, bura aiddir indi dediyimə, kəm hövsələ, kəm ağıl, kəm savad. Mən bunları birini yazacağam, kəm savad. Mən bunu dərəcə kimi götürə bilmərəm. Bu nədir? Dərəcə kimi götürə bilmərəm. Çünki savad sözü isimdir. Nə? Savad. İsim olduğuna görə hakəm qoşulsun bura. Nə olar ki, qoşulanda? Dərəcə əlaməti yaratmayıb. Hansı dərəcə götürüləcək? Dərəcə əlaməti deyilsə, necə sual çıxırsa, adi dərəcə götürüləcək. Yadınızdan çıxartmayın. Sonra, sual oluna bilər ki, axırıncı qeydimi deyirəm. Sual oluna bilər ki, bütün sifətlər dərəcəyə görə azalıb çoxala bilər. Bütün sifətlər. Bu fikir doğru olar sizcə, yoxsa yanlış olar? Təbii ki, Yanlış mən. yanlışdır. Çünki bu indi deyəcəyim ifadəni mütləqdir ki, yadınızda saxlayın. Çünki dilimizdə daçı və ç ilə düzələn sifətlər ki var, bunlar ancaq mən buna ancaqlar şəkilçisi deyirəm. Daçı, dəki və kü ilə düzələn sözlər ancaq sifət götürülür. Ancaq sifət olur. Ancaq adi dərəcədə götürülür. Ancaq adi dərəcədə götürülür. Azalıb çoxala bilməzlər və ancaq biz bunlara hansı sualını verə bilərik? Necə? Nə cür suallarına cavab vermirlər. Deməli, daçı və kü şəkilçisi necə şəkilçisidir? Buna ancaqlar şəkilçisi deyilir. Ancaq sifət kimi götürülməlidirlər, ancaq adi dərəcədə götürülürlər, azalıb çoxala bilməzlər, ancaq hansı sualına cavab verirlər? Necə, nə cür sualına cavab vermirlər? Buradan da bir əmma var ki, yadda saxlayın uşaqlar. Daçı, dəki ilə düzələn ifadələr var. Daçı, dəki ilə düzələn ifadələr istənilən məqamda 100% yazıram bura. 100% həm sifət kimi götürülməlidir, həm adi dərəcədə götürülməlidir, həm də ancaq hansı sualına cavab verməlidir. 100% harda gördünüz bu element belə olacaq. Amma ç ifadəsinə bu aid deyil. Əgər ç-dan əvvəl qrammatik şəkilçi varsa, ç artıq isim kimi götürüləcək. Yox, əgər ç bir baxa kökə qoşulubsa, bu zaman sifət kimi götürüləcək. Məsələn, yazıram bura səninki. Burada sözün kökü sən, in yəlik hal şəkilçisi, hal şəkilçiləri qrammatikdir, ç artıq leksikdir. Burada artıq ç-dan əvvəl nə var? Qrammatik şəkilçi var. Deməli, burada isimdir. Amma desəm ki, sənki, artıq buradakı ki sifət hesab olunur. Ki'də bir dənə bu elementi bilin. Amma daçıda 100%. Harda daçı dəkini görürsüz, kökünün hansı nitq səsi olmasından asılı olmayaraq həmişə sifət kimi götürülməlidir, həmişə adi dərəcədə götürülməlidir, həmişə hansı sualına cavab verilməlidir. Q-dan da əvvəl qrammatik şəkilçi olmayanda bu qaydaların hər birisi Q-ya aiddir. Başa düşdünüz yoldaşlar? Bəli, müəllim. Əla. İslam sən də anladın? Bəli, bəli. Əla. Başa düşdüm.